Salam, hər vaxtınız xeyir. Bilmirəm kimin valideynisiniz. Siz dediniz, demədiniz. Bunu yəni müəllim öz başına yığmır. Yəni bu söhbət gedir, hər ildə bu pul yığılır. Yəni bu direktordan gizlin yığılmır, bir şey yığılmır. Bu ümumi yığılır, hamı da bilir ki, bu pul yığılır. Ayxan, valla belə danışırsınız. Biz neçə illərdir ki, yəni hamımız sakit adamlarıq da, neyə bilərik ki, tək əldən səs çıxmır. Heç kəs belə sizin kimi deyil, dursun belə birdən-birə nə bilim, nəsə bir kaos yaratsın. İndi bilmirəm, şəhər məktəbindən gəlmişsiniz, necə olursa, nəyəsə məsələnizi həll eləmişsiniz. İndi biz eləyə bilmirik də, biz belə bir kiçik bir kənddə yaşayırıq. Bura matazırdır. Neyək? Hamı bir-birinin yüzünə baxır, müəllimlər tanış, valideynlər tanış. Heç kəs belə irəli durmur. Neyə bilərik ki? Belə qəribə bir şəkildə qan deyirsiniz. Biz də neyək? Keçən ildə biz heç nə eləmədik. Özümüz A4-ümüzü aldıq da, özümüz öz aramızda 3 dənə idi, 4 dənə idi A4 aldıq. İl boyu istifadə elədik. İbtidai biləyirlər, ibtidaidə müəlliməyə köməklik elədik. İndi bu 5-ci sinifdə bizə vermək istəmirik əslində. Sadəcə olaraq uşağımızın əlinə verildiyimiz o 1 manatdır da, 1 yaş aydı, bizə dəfə 1 manatdır da indi. Yəqin ki, nəsə məktəbdə problemi var, direktorumu yoxdur, indi sakitcə verməliyik, veririk də. Başqa məsələlər deyəndə nə etməliyik? Biz